Salam millət, xoş gördük həkəsi. Mən sizə bu günləri Bitget üzərində mənə verilən 75 dollarlıq airdrop mükafatından danışacağam. Hansı ki, bir çox istifadəçilərdə random şəkildə bu paylanılıb. Deməli, Bitgetdə yoxsunuzsa, açıqlama bölməsindən qeydiyyat linkimdən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz və keçəndən sonra da siz mənim adıma çıxan kampaniyalar olacaq. Onları mən çəkib paylaşacağam, onda yararlana biləcəksiniz. Əlavə olaraq Azərbaycan üçün burada variantlarımız, yəni kampaniyalar çox keçirilir, yeni istifadəçilər üçün də həmçinin. Və yenə də bildirirəm, videonu görən kimi qeydiyyatdan keçib pul yatırmaq söhbəti burada getmir. Mən heç kimə tövsiyə eləmirəm ki, bilmədiyiniz halda gəlin pul yatırın, belə eləyin, elə eləyin. Mən videoları çəkirəm öyrətməyə, məlumat xarakterli. Başqa da heç nə. Yatırım eləyib eləməmək sizin öz məsuliyyətinizdə olan bir şeydir. Çünki bilməyən adam gedir, girir, 100 dollar yatırır, futures eləyir, batırır. Sonra başlayır ki, sən dedin ki, bu birja əladır. Sən hansı birjaya girsən, gir. Fərqi yoxdur. Bu Binance olsun, Bitget, hara girsən gir. Anlayışın yoxdursa, futures'a girsənsə batacaqsan. Sən şansın yoxdur orada. Nəysə, indi mən sizə göstərəcəm 75 dollarlıq bu airdrop mükafatın. Ayın 9-u verilib bu. 3 saat sonra da mən bildirişdən bildim ki, mənə belə bir şey gəlib. Deməli, aktivlər bölməsinə keçirim, bunu açıram. Çünki bu pulu mən buradan çıxartmışam. Ona görə çıxartdım ki, mən həqiqətən bilim bu birinci mən də girəndə özüm biraz, çünki burada mənim pulum yox idi. Pulu çıxartmışdım. Soyuq, daha doğrusu belə deyim, Trust Wallet-də transfer eləmişdim. Ona görə ki, burada pulum olmadığı üçün girəndə gördüm 75 dollar var. Maraqlı gəlir, 75 dollar hardan gəlib? Deməli, indi göstərirəm oradan gəlib. USDT-nin üzərinə basıram, aşağı düşürəm. Görürsünüz, plus 75. Üzərinə basıram, yazılıb airdrop mükafatı. Martın 9-unda saat 8-də bu göndərilib. Mən də hardasa 11-12 olardı beləsinə bunu bildim və yoxlama çıxartmaq üçün, yəni belə deyək də addım atdım ki, həqiqətən bilim bu kupondur. Yəni bu inanmadım da, başa düşdünüz nə demək istəyirəm. Yəni özümə də belə maraqlı gəldi. Balansım 75 dollar, nə qəşəng. Sevindim də təbii ki də. Heç səndən 75 dollar pul gəlib sənə. Kim olsa sevinməlidir məncə. Nəysə. Deməli, görürsüz, çıxarış eləmişəm mənfi 75 dollar. Saat 11-də. 3 saat sonra mən bunu çıxartmışam. Və həqiqətən 75 dollar kimi çıxartdım, nağlaşdırdım. Tərtəmiz. Kimə düşübsə, lap yaxşı, düşməyibsə də növbəti airdroplarda düşəcək. Yəni burada variant yoxdur. Kiməsə mütləq düşməlidir. Yenə də əlavə nəsə sualınız olarsa yazın, mən sizə cavab verəcəm. Hamıya da kömək eləyirəm. Bunu məni köhnədə tanıyan hamı bilir. Heç kimlə də təmənna güdmürəm. Sadəcə videonun sonuna kimi izləyin, kanala abunə olun, bəyənin, paylaşın. Başqa da heç nə lazım deyil. Köməkdir, mən baş salacağam. Amma mən hamını bir dəfə baş salım. Təkrar xoşlamıram, videonu göndərim ki, özü baxsın, öyrənsin. Hələ ki, bu haqda bir qısa məlumat verdim. Əlavə nələrsə olsa, mən yenə də çəkib paylaşacağam. Faktik olaraq yenə də təkrar xatırladıram. Bitget həm kriptovalyuta üçün, həm də səhmlər üçün ideal bir yerdir. Bu günləri yəni heç bir risk tələb eləmir, yəni risk daşımır, yəni heç bir hadisə yoxdur, qorunması və s. və hamısı yüksək səviyyədədir. Yəni gələcəkdə nə olacağını, necə olacağını mən bilmirəm. Yəni ona görə də məsələn mənə yazırlar ki, Bitget güvənli birjadır. Bitgetin heç mən tərəfdaşı olmayan vaxtlar Bitgetdən istifadə edirdim və videolarını çəkib qoymuşam. Köhnələrindən girib baxa bilərlər. Yəni mən bunu tərəfdaş olanda çəkib paylaşmamışam ki, sizə tövsiyə eləyim, tərəfdaşam deyə yox. Yəni bunu belə bilin və mən sizə aydınlığını verirəm. Yəni elə coinlər var, Bitgetdə var, başqa birjalarda yoxdur. Binance-da da gəlib çıxmır, amma burada onu sən alıb satanda qəşəng pul qazanırsan və yaxud da Telegram üzərindən olan botlar Bitgetdə çıxa bilir, çıxanda qazanmaq olur və s. və l. Yəni variantı çoxdur. Yenə də nəsə sualınız olsa yazın, çəkinməyin, kanala abunə olun, bildirişləri açın, bəyənin, şərh yazın. Pis, yaxşı, ürəyinizdən nə keçir yazın, irad olaraq da, yəni təbii ki, başqa şeydən söhbət getmir burada. Mən hamısına cavab verəcəm, təklifləriniz üstündə açığam, problem yoxdur. Nələrsə öyrənmək istəyirsinizsə, say çoxluğu olarsa, mən onu da çəkib paylaşaram. İndi hal-hazırda yəni bir xüsusi bir məlumat çatdırmadım, amma bu anı bölüşdüm ki, siz də yəni növbəti dəfə şansdan yararlana bilərsiniz. Ona görə Bitgetdə qeydiyyatdan keçin, olsun sizdə. İstifadə eləməsəz də olsun. Məsələn, Binance-da istifadə edirsən, Bitgetdə durub da telefonla, yəni böyük bir yerdə aparmır.
Belə. Hələlik inşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.